Salam qızlar, hər vaxtınız xeyir olsun. Mən yeni bir vloga başlayıram və çayımı da götürmüşəm. Bu arada bizdə saat 8-dir axşam. Market alış-veriş istəyirəm biraz eləyəm və sizlərlə də bölüşəcəm bunu. Havamız da belədir. Bunu da özüm toxumuşam. Həm papağı, həm şərfi. Bəyənmirdim, amma çox qəşəng, xoş rəylər aldım deyə çox bəyənməyə başlamışam indi. Düşünürəm, qəşəng yaraşır mənə. Gidək zibilləri də tullayaq. Dekabrın 30'u böyük bazarlığımızı etmişdik. İndi isə lazım olan bir-iki məhsulu alacağıq. Göbələk mənim ən sevimli ərzağımdır deyə bilərəm, amma təəssüf ki, yalnız evdə mən yeyirəm. Bəzən Azərbaycanda yaşayanlar üçün Rusiyanın qiymətləri çox baha gəlsə də, mənə elə gəlir ki, Azərbaycanla Rusiyanın qiymətləri demək olar ki, bərabərdir. Azərbaycan manatına çevirdikdə təxmini 40 manat məbləğdə pul xərcləmişik. Bu arada salat üçün orada bir dənə xiyar götürmüşəm. Çox xoşuma gəlmir. Burada əsasən parnik xiyarları olur deyə qışda ümumiyyətlə çox xiyar almamağa çalışıram. Amma bəzən salat üçün məcbur alıram. Növbəti gündən salam qızlar. Yine bizdə qar yağıb çoxalıb qarımız. Dünən çox bir şeyler paylaşa bilmədim, amma bugün biraz gördüyüm işler hakkında paylaşacağım. Bu arada həyətdə də bir qız itini düşürüb gəzməyə. Burada demək olar ki, hər evdə, hər ailədə birdən çox it var. Yəni bu gördüyümüz hələ heç nədə deyim. İnsan boyda it olan evlər var. Yəni necə sıxışırlar, onu necə saxlayırlar, heç özüm də bilmirəm. Amma çox qəşəngdir. Bu da mənim zavtrakım. Hələ indi yeyirəm. Saat 1'dir. İndi bunu yedikdən sonra keçəcəm onlayn dərsim var. Onu etməyə və daha sonra mətbəxdə olan işlərimizi həll edəcəyik. Stolumu da hazırlamışam. Ştativimi də qoymuşam. Biraz qarışıq görünür, amma bütün rəssamların məncə stolu belə olur. Dərsimi bitirdim qızlar. Belə bir rəsm çəkmişik. Burada da su dağıtdım indi buna. 7 yaşı var tələbəmin. Minnoş bir qızdır. 5 yaşında da bir yerdə çalışmışdıq onlayn şəkildə, amma çox balacaydı deyə tam anlamırdı və müəyyən müddət saxlamışdıq və yenidən başladıq. Balaca olduğu üçün də belə kiçik rəsmlərdən başlamışıq. Çətin olmayan rəsmlərdən bu hissələr falan sadə bir şəkildə çəkmək olur deyə belə başladıq. Belə, indi keçirik mətbəxə. Toyuqları almışdıq və morozilkaya qoymamışdım ki, səhər doğramaq rahat olsun. Bir də buzunun açılmasını gözləməyim. İndi doğrayıb ayrı paketlərdə paketləyib o formada qoyacağım və bu şəkildə çox rahat olur. Bu arada biraz işim hakkında danışmaq və sizə motivasiya olmaq istəyirəm. Mən onlayn şəkildə rəsm tədrisi ilə məşğul oluram. Həm video, həm də canlı dərs formatında dərslər keçirəm. Eyni zamanda portret sifarişləri də götürərək gəlirimi əldə etmiş oluram. Və Azərbaycanda olduqda, düzü Rusiyada heç mən bunu etməmişəm, amma Azərbaycanda olduqda toxunma oyuncaqlarımı da hazırlayıb mağazada satmışam. 2020-ci ildən etibarən mən onlayn rəsm dərsi ilə məşğul olmuşam. Düzdür, başladıqda çox sözlər alırdım ki, çətin olacaq, bacarmayacaqsan və s. Amma şükür Allaha ki, həqiqətən çox yaxşı şəkildə öhdəsindən gəldim. Elə 2020-ci ildə işlədiyim kursdakı uşaqlarla da onlayn şəkildə müəyyən müddət, karantin müddətində məşğul olmuşduq və nəticəmiz də çox yaxşı olmuşdu və mən bunu davam etdirmək istədim. Artıq 3-cü ildir ki, onlayn şəkildə tədrisimi davam edirəm və çox məmnunam.
Bunu deməkdə məqsədim oxuyub bitirmiş, diplomunu almış qızlara biraz da olsa motivasiya olmaqdır ki, əgər siz də istəyirsinizsə ki, işləyəsiniz, iş tapa bilmirsinizsə, onlayn şəkildə tədrisə başlaya bilərsiniz. Repetitor yanına gedə bilməyən, yolu uyğun düşməyən, zamanı olmayan saysız hesabsız şagirdlərimiz vardır. Onlayn şəkildə tədrisə başlayaraq siz də onlara dəstək ola, həm də eyni zamanda öz gəlirinizi əldə edə bilərsiniz. Hazırladım, yığdım. Burada bu hissədə ət var, bu hissədə isə toyuqlardır. Burada isə ətdən hazırladığım yarı fabrikatlar var. Növbəti videolarda da bir yerdə yarı fabrikatlar hazırlayarıq. İndi pizza hazırlayıram. Belə böyük yuxaydı. Mən yuxa ilə eləməyi daha çox xoşlayıram. Həm kalorisi az olur, həm də əlavə olaraq qalın xəmir olmur. Nazik xəmirlə çox dadlı olur. İçliklərini hazırlamışam. Burada belə bundan da tökəcəm. Bundan da çox qəşəng olur. Bibərini, pomidorunu da bu formada hazırlamışam. Bir də sosu. İndi isə növbəti yuxanı üzərinə salacağam. İkinci riyada da qəşəng sosdan çəkdim və keçirəm üzərini bəzəməyə. Pomidoru, bibəri və soğanı da bu formada bura yerləşdirdim. İndi isə digər ərzaqları əlavə eləyəcəm. Deyə bilərsiniz, soğan nə əlaqə, amma soğanın duzlayıb acısını çıxarıb biraz gözlətdikdən sonra həqiqətən çox dadlı olur və yumşaq alınmasına səbəb olur, dadlı olur yəni. Yarısına belə göbələk vurdum. Mən göbələkli sevirəm. Digər tərəfi isə kodişə. İstəyər göbələkli yer, istəməz adi yer. Burada Fanta'da, kolada ancaq mən bu formada görmüşəm. Dadları demək olar ki, birə-bir eynidir. Amma üstləri heç vaxt mən normal bildiyimiz Fanta və kola kimi görməmişəm. Boya salmışam, fərqli yerlərdə var. Əslində bunlar boya deyil, çeki qoymuşuq. Buraya elə çekin ləkəsi çıxıb. Bunlar da boyadır, qırmızı olan yerlərdə. Amma təmizlənmir, ona görə də dəyişməyi düşünürəm. Belə bir kliyonka seçdim. Bunu seçməkdə məqsədim əlimdə belə bir parçanın olmasıdır. Çünki düşünürəm ki, belə kliyonka salsam, bu parçalardan da stulların üzərinə dekor döşəklər düzəldə bilərəm. Ölçüsü 1.10, 1.40-adır, səhv eləmirəmsə. Ölçü də elə bizim stula uyğun gəldi. Düzdür, indi boz və tünd boz tonları bizim bu evin tonlarına uyğun gəlmir. Çünki tam olaraq evin ümumi tonu qızılı və bej tonlardan təşkil olunub. Amma düşünürəm ki, sadəcə yemək köşəsini, yemək hissəsini, stol olan hissəni biraz tonunu dəyişə bilərik. Elə bunu da sifariş verəcəm deyəsən. Birdən yadıma düşür ki, mən nəyi unutmuşam. Sizə qarı bu gün göstərməmişəm. Görün nə qədər qar yağıb. Axşam özdə burulğanlı qar oldu və indinin özündə də yağır, amma videoda düşmür. Bayaq görürəm, buradan bir adam keçir belə dizə qədər, yəni dizdən biraz aşağı idi qarı. O qədər qar var. Hardasa bir 20 sm, 25 sm olar. Və burada belə yığılıb pəncərənin diblərinə də. Mən də burada bir oynayıram. İndi isə keçək bunu sökməyə. Artıq vaxtı bitib deyə düşünürəm. Bura qədər gəldinizsə sizə çox təşəkkür edirəm qızlar və bu arada çox xahiş edirəm ki, kanala abunə olmağı unutmayın. Müəyyən qədər öz həyatımdan kiçik hissələr paylaşmağa çalışdım və davamı gələcək deyə düşünürəm. Amma təbii ki, bunun üçün çoxlu baxış və like gözləyirəm sizdən.